Müharibənin ən qızğın vaxtında anasını torpağa tapşıraraq yenidən döyüşə yollanan Abbasov Ruslan Əbülfət oğlu 1995-ci il sentyabr ayının 4-də Mingəçevir şəhərində anadan olub. O 2002-ci ildə 15 saylı orta məktəbə daxil olub. 2010-cu ildə 8-ci sinifi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2013-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant rütbəsinə yiyələnir və en saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayır. 2020-ci ilin yayında baş leytenant rütbəsinə yüksələrək en saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. 2020-ci ilin sentyabrın 27-sində başlanan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Döyüşün ən qızğın vaxtlarında oktyabr ayının 30-u axşam saatlarında anası vəfat edib. 31 oktyabr döyüşdən gələrək anasını dəfn edib və yenidən döyüşə qayıdıb. Ona "biraz gözlə, özünə gəl, sonra get" deyiləndə, o, "mən heç bir əskərimin valideyninə övladını şəhid oldu deyə bilmərəm" deyib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Qubadlının azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Ruslan Abbasov Vətən müharibəsindən sağ-salamat qayıtsa da, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. O, Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Abbasov Ruslan Əbülfət oğlu ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.